Benim yoldaşımla 70 yaşında, 7 yaşında nəvəmi bu fövqəladən işçiləri oradan son momentdə ölüm ayağında aşıq öz maskalarını çıxarıb veriblər onlara. Onları ölümlə xilas edirlər. Halal olsun bunlara dünya, halal olsun. Belə bir çevik uşaqlar yaradıb. Orada çevik insanlar var. Mənim siz hadisə vaxtı buradaydınız? Xeyr, burada yoxdum. Skor aparıb, skor ilə aparıblar, mağaza eləyib, bir balaca hala gətiriblər. Nədə xəbərsiniz? Nədə xəbərsiniz? Mən evə gətirəndə xəbər tutdum. Ben biraz o anda evdəydim, biraz uzaqda. Gətiriblər, onda gördüm ki, halsız gətiriblər evə. Yardım ediblər də, ilkin yardım ediyor, sonra gətiriblər. Yenə son momentdə, ölüm momentində sürüb düşürürlər yerə uşaq qucaqlarından. O qocarvadda tutublar, hərəsi bir qolundan sürüyə düşürdülər. Yani mən inana bilmirəm ki, belə bir insanlarla bizim belə bir gençlərimiz, belə bir cavanlarımız var. Vallahi, təhv eləməlidir, Quran and olsun. Sizin evinizdə yanır yoxsa? Ev cəhənnəmə yansın, ev yansın. Bax o iki adamı ölüm ayağında son momentdə onları bax o 5-ci mərtəbədə tək qalmışmışlar yersə. Hamı düşmüşdür, heç kim yox. Bunlar tək qalmışdır. Buradan bir yerdən qışqırırmışlar ki, bir 3-4 dəqiqə fövqəladən uşaqlar gəlir. Biraz da dayanın. Gələn kimi bax o tüstünün dumanın içində çıxıblar ora, nətər çıxıblar, nətər. Onlar oradan xilas edib, ölümdən xilas edib düşürdülər. Mən ömrüm boyu minnətdaram o nazirliyə. O nazir, Baysan neçədə baş ifadəsi? Kızım, ben indi bildim.